Növbəti sualda deyilir ki, orucu pozmayan amillər hansılardır? Demək, oruc vaxtı bir çox əməllər var ki, onu pozmur. Bəzilərini deyəcəm, digərlərini isə bizim YouTube kanalımızda yazılı şəkildə artıq tərtib etmişik. Oradan oxuyub öyrənə bilərsiniz. Su ilə ağzı və burnu yaxalamaqdır, gözə və ya qulağa dərman damcılatmaqdır, qulağı yumaq, müalicə məqsədi ilə bədənə iynə vurmaq, müalicə məqsədi ilə qidalandırıcılar bura aid deyil. Diş çıxartmaq və ya dişi müalicə etdirmək, misvaqla və ya diş məzunu ilə dişləri təmizləmək, bir şərtlə ki, o məzunu udmayasınız. Bədənə krem, maz və s. çəkmək, ha belə müalicəvi plastırdan, şamlardan istifadə etmək, ətirlənmək, çinmək, tüpürzəyi udmaq, yuxuda ikən məni və ya məzi ifraz etmək və buna bənzər əməllər orucu pozmur. Yəni, bu halda orucunuzu davam edə bilərsiniz.